Salam, değerli dostlar, xoş gördük sizləri. Sizlər üçün bugün MHM Tədris Mərkəzinin Azərbaycan dilindən testlərinin izahına başlayıram. Fonetika bölməsindən başlayırıq və ardıcıl olaraq din proqramına hansı mövzular düşürsə, o mövzuların izahları sizlər üçün bugündən etibarən olacaq. Hadi başlayaq suallarımızın izahına. Deməli, birinci sualımızda nə deyir bizə? Deyir, doğru fikirləri müəyyən edin. Və deyir ki, sözdə neçə sayt hərf varsa, o qədər də heca vardır. Bu doğru fikirdir. Çünki bir sözdə biz demişdik ki, neçə sayt varsa, o qədər də heca var. Hecanın tərkibində mütləq samit işlənməlidir. Bu yanlış fikirdir. Çünki bəzən tək saytdan ibarət olan hecalarımız olur. Məsələn, a, na formasında. Qalın saytlar dil arxası səslərdir. Bəli, dil arxası qalın, dil önü incə saytlərimiz yaranır demişdik. Uzun tələffüz olunan sözlərdə vurğu hər zaman son hecaya düşür deyirsə, bu artıq yanlışdır. Çünki bəzən uzun tələffüz olunan sözlərdə vurğu ikinci, birinci hecaya da yerinə görə düşə bilər. Cacə qoşma və ədat kimi vurğu qəbul edir deyəndə, bu da yanlışdır. Çünki qoşma kimi vurğu qəbul etmir. Məsələn, dəryaca ağlın olsa dediyimiz zaman, burada dərya qədər mənasında artıq cacə qoşmadır. Vurğu da cacədən əvvəlcə canın üzərinə düşür. Və yaxud da ki, məsələn, kiçikcə dediyimiz zaman, burada artıq cacə ədatdır. Demək ki, ədat kimi vurğu qəbul etsə də, qoşma kimi vurğu qəbul etmir. Ona görə doğru cavabımız olacaq C variantı. Baxırıq ikinci sualımıza. İkinci sualımıza deyir, lar-lər şəkilçisi hansı nümunələrdə vurğu qəbul edib? Baxsaq, belə qalmaz bir gün bu dünya düzələr dediyimiz zaman, deməli, düz sifətindən düzəlmək feili, ar-ər qeyri-qət gələcək zaman şəkilçisidir. Düzələr vurğu qəbul etsə də, bu lar-lər cəm şəkilçisi deyil. Mən öz yerimə sadiqəm. Necə ki, sadiq olur, ağaclar getdiyi yerə. Burada ağaclar, lar-lər cəm şəkilçisi vurğu qəbul edir. İllər boyu neçə dərdə dözüb dayanır, qəfil sevincindən yıxılır adam. İllər boyu, yenə burada cəm şəkilçisi və vurğu qəbul edib. Anasının narıncı koftasını iyləyib yatan bu uşağı birdən narıncı inqilabın qucağına atdılar dediyimiz zaman yenə burada cəm şəkilçisi vurğu qəbul edib. İnsanı arxadan ötüb keçərlər dediyimiz zaman isə burada artıq vurğu qeyri-qət gələcək zaman üzərinə düşdüyünə görə lar-lər şəkilçisi vurğu qəbul etmir. Ona görə doğru cavabımız olacaqdır A variantı. Üçüncü sualımız, səhv fikirləri müəyyən edin. Birinci maddədə deyir ki, səslərin təhlili tələffüz əsasında aparılır. Bu doğru fikirdir. Çünki səslərin dediyimiz zaman, yəni samit və sait səslərin təhlili tələffüz əsasında aparılır biz demişdik. Ona görə də əgər bizdən səhv istəyirsə, biz biri seçməyəcəyik. Səs uzanması sözdə yazılış və deyiliş arasında fərq əmələ gətirir. Təbii ki, bu yanlışdır. Çünki biz demişdik ki, səs uzanması deyiliş və yazılış fərqi yaratmır. İncə saytların hamısı dilin önündə əmələ gəlir deyəndə, incə saytlar doğrudur. Dil önü saytlərdir. Lakin bu saytlar içərisində E saytımız var ki, E saytı dil ortası sayt adlanır. Nə dilin tam arxasında, nə də önündə səslənmir. Dil ortası sayt adlanır. Ona görə hamısı deyildiyi üçün 3 də yanlışdır. 4-də deyir, səs düşümü yalnız saytlarda rast gələn bir məqamdır. Xeyr, səs düşümü hadisəsi saytda da baş verə bilər, samitdə də baş verə bilər. Ona görə də, məsələn, qoşa yığının iyyət şəkilçisindən düşməsi samitin düşməsini göstərir. Ona görə də 4-cü cavabımız da yanlışdır. 5-də isə deyir, səs artımı müxtəlif cinsli saytlar arasında ola bilər deyir. Bəli, səs artımı müxtəlif cinsli saytlar arasında da ola bilər. Məsələn, tutaq ki, ə-i müxtəlif cinsli saytlərimizdir. Amma burada səidə dediyimiz zaman tələffüzdə səidə formasında olur və deyirik ki, deyiliş və yazılışda fərq əmələ gəlir. Ona görə də burada da 3-də də cavabımız olacaqdır. 2, 3, 4, yəni B variantı. Geçdik 4-cü sualımıza. 4-cü sualımızda deyir ki, hansı sözlərin yazılışı düzgündür? Baxsaq, samballı bildiyimiz kimi dostlar, mı yazılır, mı kimi tələffüz olunur. Ona görə də
Deməli, bir yanlışdır. Soyqırımı, bəli, sonda I hərfi var. 2 doğrudur. Texnikum yox, texnikum olmalıydı. Mərhumiyyət yox, məhrumiyyət olmalıydı. H-R formasında. Kinematoqraf doğrudur. Kombinat, kombi, kompas, kompot kimi sözlərimizdə isə M ilə yazılır, elə M ilə də deyilir. Ona görə də cavabımız olacaqdır bizim Y variantı. Çünki bizdən düzgün cavablar istəyir. Daha sonra səs uzanmasına əsasən ardıcıllığı tamamlayındır. Baxaq, burada ardıcıllıq necə getməlidir dostlar? Neçənci hecalarda səs uzanması baş verir, baxmalıyıq. Etibar bildiyimiz kimi birinci hecada uzanma var. Bəhanə ikinci hecada, möcüzə birinci hecada, dəfinə ikinci hecada. Deməli, ardıcıllıq necə getməlidir? 1-2 formasında. Şöbə uzanması var. Tabeli sözündə isə yenə də tabeli. Burada birinci hecada da olduğu üçün A variantımız olmaz. Daha sonra B variantında xasə, xəzinə sözlərində isə bəli, birinci və ikinci hecada ardıcıl olduğu üçün doğru cavabımız bizim B variantıdır. Baxsaq, etibarda bir, laqeyd sözündə birinci hecadadır yenə, ona görə C olmaz. Malikanədə həm 1-də, həm 3-də var, mömində də 1-də var, ona görə D olmaz. Çovğunda uzanma yoxdur, tövbədə uzanma yoxdur, ona görə cavabımız B variantıdır. Vurğusuna görə mənaları fərqlənən, lakin nitq hissələri fərqlənməyən sözləri müəyyən edin. Deməli, vurğusuna görə məna fərqi yaranan nitq hissəsi fərqlənmir. Bilirik ki, şax da vurğusu dəyişməklə mənası dəyişən sözdür. Şax da dediyimiz zaman mədən nəzərdə tutulur. Şaxda deyib sonra düşdüyü zaman soyub, sazaq məzmununu ifadə eləyir. Deməli, burada nitq hissələri bizə deyir ki, lakin nitq hissələri fərqlənməsin deyir. Baxsaq, yenə də şaxta mədən, şaxta sazaq mənalarının yenə də hər ikisi isimdir. Ona görə bir də fərqlənmir. Romantik sözünün isə romantik dediyimiz zaman isim olur, romantik dediyimiz zaman sifət olur. Burada da yenə 3-də mütləq dediyimiz zaman deməli, təbii ki, olur köməkçinin hissəsi, mütləq dediyimiz zaman olacaqdır sifət. Ona görə 3 də olmaz. 4-cü cavabımızda diqqət eləsək, burada deməli, yalnız sözündə, yəni ikinci hecaya düşdüyü zaman sifət olur, yalnız birə düşdüyü zaman ədət olur. 5-ci cavabımızda isə birinci hecaya düşdüyü zaman olur orqan. Bu bədənin üzvü, isim. İkinci hecaya düşdüyü zaman olur arqan. Bu artıq musiqi aləti olur, yenə də isim olur. Ona görə cavabımız olacaqdır A variantı. Keçirik 6-cı sualımıza. 6 bu tərəfdə olacaq. Aha, 6-nı dedik, 7-yə baxırıq. Uyğunluğu müəyyən edin. Vurğusu birinci hecada, ikinci hecada və üçüncü hecada olanları axtarmalıyıq. Parametr sözündə vurğu düşür ikinci hecaya, esse ikinci hecaya, enerji ikinci hecaya düşür, mötərizə sonuncu hecaya düşür, yəni dördüncü hecaya, rayihə sona düşür, pnevmoniya niyə düşür, menecer 1-ə düşür, kafedra 1-ə düşür, prinsip 1-ə düşür, refleks 2-yə düşür. Bizə vurğusu birinci hecada olanları istədiyi üçün biz 1-ə eyni yaza bilərik. Daha sonra vurğusu ikinci hecada olanı istədiyi üçün biz deməli A-nı parametr S-ni yaza bilərik. Vurğusu üçüncü hecada olanı bizdən istədiyi üçün biz 3-ə C-ni, yəni rayihədə 3-də, pnevmoni, burada da 3-də C-ni yazacağıq. Cavabımız olacaq B variantı. Digərlərində fərqli olduğu üçün variantlara yazmadıq. Sonra, hansı variantın əvvəlində hər zaman ifadəsini artırsaq, şərtdəki fikir öz doğruluğunu itirməz. Baxırıq, A variantında tələffüz zamanı sözdə səs artımı olur deyirsə, hər zaman tələffüz zamanı sözdə səs artımı olur. Təbii ki, bu yanlışdır, öz doğruluğunu itirir. Daha sonra, hər zaman vurğusuna görə fərqlənən sözlər müxtəlif nitq hissəsinə aid olurlar deyirsə, bu yanlışdır. Axı, eyni nitq hissəsinə də aid ola bilər. Hər zaman səs uzanması yazılış və deyiliş arasında fərq yaradır deyirsə, yanlışdır. Ümumiyyətlə, səs uzanması deyiliş və yazılışda fərq yaratmır. Deməli, daha sonra
Cacə qoşu hər zaman cacə qoşma kimi işlənlikdə vurğu qəbul etmir. Bu artıq doğru fikirdir. Hər zaman ahəng qanunu alınma sözlərdə pozulur, səhvdir, çünki bəzən milli sözlərdə də qoşulur. Sonra baxırıq 9-a. Hansı cümlədəki sözlərin hər biri düzgün yazılmışdır? Dilimiz aglutinativ dillər ailəsinə mənsubdur deyir. Burada bir q yazılmalıydı. B-də baş verən fövqəladə vəziyyət hər kəsi narahat edirdi. Burada yenə də deməli fövqəladə olmalıydı. Bu da yanlışdır. Xalq öz dolanışığını və güzəranını güclə təmin edir. Deməli burada güzəranını olmalıydı. Deməli daha sonra baxırıq. Həm də güzəran yazdığı üçün səhvdir, güzəran olmalıydı. Əli kişi köhnənin neft təmizləyəni idi. Burada neft təmizləyən qoşa t olmalıydı. 7 isə Amerikanın hegemonluğu bitmək üzrə idi. Hamısı artıq doğru fikirdir. Onda deyir, hansı sözləri tələffüzünə əsasən iki müxtəlif qissəsi kimi düşünmək olar? Deməli dostlar, xalıya bir var xalçaya mənasında xalıya, bir var xalaya mənasında. İkinci hecadakı açıq sayt qapalıya keçir. Hər ikisi isimdir. Bu olmaz. Körpəyə, körpüyə sifət və isim kimi düşünüldüyü üçün 2 olar. Qalaya, kaş məsələn ocağı qalaya. Olur tələffüzdə qalıya. Bir də var, məsələn, qalıya çatıram deyəndə artıq qala yer mənasında. Bəli, biri feil, biri isim kimi olur. Bu da fərqlidir. Dəliyə, yenə dəlik deşik mənasında var. Dəli sifət mənasında. Ona görə bunu da götürürük. Xülasə isə sadəcə ümumiyyətlə biz bilirik ki, burada 5-cidə artıq bir formada başa düşülür. Bilirik ki, xülasə normalda xülasə bir vurğu birinci hecaya düşdüyü zaman olur. Deməli, bu vurğu fərqinə görə əsasən dəyişən sözdür. Olur, deməli, modal söz. Xülasə deyib vurğunu sona qoyandı. Məsələn, qəzetlərin xülasəsi isim olur cümlədə. Daha sonra 11-də deyir ki, hansı variantdakı söz düzgün yazılmayıbdır? A-da deyir ki, hisslər. Bəli, hiss və kül sözlərini biz demişdik ki, qoşa s olsa belə dilimizdə tək hiss və kül sözü də olduğu üçün qaydamıza əsasən biz demişdik ki, bu qoşa s ilə yazılan hiss və kül sözlərində duyğu, bir də ocağın, kömürün külü mənasında deməli, özündən sonra samitlə başlayan şəkilçi artırdığımız zaman qoşa samitlər düşməz demişdik. Bir dənə hissiz sözü istisna idi. Burada s-nın biri düşür. Deməli, ona görə hisslər doğrudur. Aviasalon doğrudur. Daha sonra multimilyonçu doğrudur. Website doğrudur, amma Avropa ümumla yazılan sözlər yeni lüğətimizə əsasən defislə yazılır. Daha sonra baxırıq 12-ci suala. Hansı söz birləşməsinin tələffüzü doğru verilibdir? Deyir, sənin haqqında. Burada normalda K olduğu üçün ştrix qoyulmalıydı, yanlışdır. Müəllim yox, müəllim. Torpaq sevdası, çünki samit gəlibdir. Şəhərdə olmaq formasında x ilə verilib burada. Deməli, doğru verilibdir. Burada da ağac almaqda, əgər özünə sonra sait gələrsə, cüclüyə keçməz. Ona görə də D-də səhvdir. Sonra 13-cü sual. Uyğunluğu müəyyən edin. Yazılışında qapalı sait var, yazılışında qapalı sait yoxdur. Deməli, bunlara diqqət etməliyik. Deməli, dostlar, baxırıq, zülm, bilirik ki, bunun yazılışı necədir? Zülm. Yazılışında qapalı saitimiz var. Meyil, veyil sözlərdə elə olduğu kimi olur. Deməli, yazılışda qapalı saiti var. Biri A-nı yazacağıq. Daha sonra əsil səbir. Bunun bilirik ki, dilimizdə bu şəkildə əsil sözdə var. Əsil nəcabət mənasında, kök mənasında i də var. Səbirdə də bilirik ki, i burada var. Ona görə də B variantı yenə də 1-ə uyğundur. Sehr sözü bilirik ki, bu şəkildə olduğuna görə yazılışında qapalı sait yoxdur. Həccimcə sözü də bu şəkildə olduğuna görə deyirik ki, yazılışda qapalı saitimiz yoxdur. Bura C-ni yazırıq. Feyziyab sözündə də yenə yazılışda i yoxdur. Fəhimdən də yenə f-dan sonra x-mıdır yazılışda. Ona görə 1AB, 2DY formasında olduğu üçün deməli, cavabımız olacaqdır. 1AB, 2CD üzr istəyirəm. Cavabımız olacaqdır A variantı.
Baxırıq 14-cü sualımıza. Hansı sözün yazılışı düz, tələffüzü səhv verilibdir deyir. Baxsaq, deməli dostlar, burada deyir ki, dezodorant, dezodorant. Yenə bizdə deyir yazılışı düz. Bunun yazılışı da artıq yanlışdır. Dezodorant formasında yazılır. Etinasız sözündə burada yazılışı düzgündür. Amma burada etinasız sözün üçüncü əcasında da uzanma olmalıydı. Ona görə tələffüzündə yanlışlıq var deyirik. Füsunkar deməli bunun tələffüzü artıq doğrudur. Daha sonra füsunkar olmalıydı. Hər günkü baxsaq hər ikisi doğrudur. Gün güzaran dediyimiz zaman artıq bunun yenə də hər ikisi doğrudur. Daha sonra keçirik 15-ci sualımıza. Zülmkar və zülmkar sözünün fonetik təhlilinə aid deyil deyir. Baxsaq, burada deyilişi və yazılışı arasında bir fərqli məqam var. Ümumiyyətlə, tələffüzdə necə olacaq? Zülmkar formasında olacaq. Bir dənə ü saiti daxil olur. Biz demişdik ki, sonun müxtəlif cinsli samitlərlə bitən tək hecalı sözlərdə bu samitlərin arasında sait, qapalı sait daxil olur demişdik. Deyiliş və yazılış arasında bir fərqli məqam var deyir. Bu doğrudur. Çünki biz demişdik ki, kar və keş şəkilsə heç vaxt köküyə keçməz. Sözün hecaları zülmkar. Bu yanlışdır. Çünki yazılışda ü yoxdur. Hər iki hecası deməli, samitlə başlayır. Zülmkar, bu düzdür. Ahəng qanuna tabe deyil, doğrudur. Vurğusu sonuncu hecaya düşür. Bu da doğrudur. Cavab oldu B variantı. Penguin sözünün fonetik təhlilinə aid deyil deyir. Baxsaq, sözdə ahəng qanunu gözlənilmişdir deyir. Bəli, ahəng qanunu gözlənilibdir. Sözdə 3 incə və 2 qapalı var. 3 incə və 3 incə və qapalı sait işlənmişdir deyir. Təbii ki, tələffüzdə olacaqdır. Bizə deyir ki, penguin formasında olduğuna görə 3 dənə incə və qapalı bu doğru fikirdir. Vurğusu ilk hecaya düşür deyirsə, penguin ikinci hecaya düşür. Ona görə də variantımız yanlışdır. Samitlərdən yalnız ikisinin qarşılığı yoxdur. Baxsaq, n-nın, birdən n-nın, bəli, ikisinin qarşılığı yoxdur. Sonur samitlərdən istifadə olunmuşdur. Bu da doğrudur. Tarixən sözündə isə yenə birinci hecamızda uzanma varmı, yoxdur. Bəli, çünki biz qaydalarımıza əsasən necə demişdik, yadınızdaydısa, demişdik ki, bir var tarix, bir var tarixi, bir də var tarixən. Bu daim, daima, bu daim, daimi sözlərində də birinci hecasında uzanma var idi. Diqqət eləsək, burada tarixdə olacaqdı, tarix formasında. Tarixidə yenə birinci hecamızda uzanma var, tarixi. Amma haradakı ən leksik şəkilçisi burada daxil olur, zərf düzəldən. Bu zaman uzanma buradan itəcək. Sadəcə vurğu ilk hecaya düşür. Tarixən olur, artıq vurğusuz. Ona görə də saitlərdən biri uzun tələffüz olunur deyirsə, bizdən düzgün fikirləri istəyir. Bu yanlışdır. Ahəng qanuna tabe deyil, düzdür. Ahəng qanuna tabe deyil. Ona görə cavabımız oldu B variantı. Vurğusu birinci hecaya düşür dedik. Birinin qarşılığı yoxdur. Xeyr, ikisinin qarşılığı yoxdur. İki hecalı yox, üç hecalıdır. Sonra hansı sözlərin yazılışı səhvdir? Baxsaq 18-ci suala, yanlış yox, deməli, yanlış formasında olmalıydı. Ümumiyyətlə, yalnız formasında yadda saxlayın ki, əgər yalnız sözüdürsə, l sonra n-dır. Z-dırsa sonu, l-nı gedir. Amma sonu ş-dırsa n-lı gedir. Deməli, ona görə bir səhvdir. Kineskop düzdür, kirpik düzdür, ümid düzdür. Profilaktika deyir burada. Profilaktika olmalıydı. Gülünç sözündə də c-dır sonda. Ona görə olacaqdı 1, 5 və 6. Sonra 19-a keçirik. Verilən tələblərin deyir, üçünə də uyğun gələn sözü müəyyən edin. Yazışı ilə deyilişi fərqlənir dediyi zaman fərqlənməlidir. Üçüncü hecaya düşməlidir vurğu, səslərin və hərflərin sayı bərabər olmalıdır. Baxsaq,
Nifrətlə sözündə vurğu 2-yə düşür, B getdi. Müəllim, müəllimlik sözündə vurğu 4-ə düşür, getdi. Təəssürat, təəssüratla vurğu düşür 1, 2, 3, 4-ə getdi. Çempion vurğu düşür 3-cü hecaya. Təəssüflə vurğu düşür 3-cü hecaya. Bu iki variant arasında seçim eləyəcəyik. Bizə deyir ki, yazılışı dəyişi fərqlənir. Çempionda da fərqlənir. Təəssüflə sözündə də fərqlənir. Ərinin biri düşür. Təəssüf nən formasında olur. Bir düşüm olur, bir dənə də artım olur deyə səs, deyiliş və yazılışdakı bərabər olur. Bizə deyir ki, səs və hərflərin sayı bərabər olsun. Çempionda y daxil olur, bərabər olmadığı üçün olmaz, cavab belə olacaqdır A variantı. Tələffüz şəkli verilmiş sözlərdən hansıların yazılışını iki cür düşünmək olar? Yenə körpəyə, bir də körpüyə məkan mənasında bunu düşünmək olar. Cücüyə, cücü bir var həqiqətən də həşərat mənasında cücü, bir də var cücə yerdəki. Bunu da iki cür düşünmək olar. Bölgəyə, bir də bölgüyə, ikisi iki formada da düşünmək olar. Meşəyə deyir, meşə bu bir dənədir, quzuya bir dənədir, tələyə bir dənədir, ona görə cavab olacaqdır 1, 3 və 5. Sonra bəstəkar və dövlətli sözlərinə baxırıq. Tələffüzdə olacaqdır. Bəstəkar, iki kar sabit olduğu zaman söz ortasında, ikincisi cingiltili olur. O biri də olacaq döv, bilirik ki, ov və öv birləşməsində heç bir fərq olmur. Dövlətli formasında sadəcə l-dıya çevrilir sonda, özdən qabaq t olduğu üçün. Hər iki sözdə 3 cingiltili samit var. Baxsaq, birinci sözdə 1, 2, 3 dənədir. İkinci sözdə 1, 2, 3 dənədir. Düzdür, A variantımız düzdür. Oxşar cəhət o istədiyi üçün 3 cingiltili. Qoy yenə də baxaq. B-dır, D-dır, R-dır. Burada 3 dənə cingiltili var. Tamam. Burada D-dır, hə, V da var. V-dır, L-dır, D-dır. Burada 4 dənə olduğu üçün A variantımız olmaz. Qapalı, dodaqlanmayan incə saytlar işlənib deyirsə, baxsaq, qapalı, dodaqlanmayan incə. Məsələn, bəstəkarda qapalı saytımız yoxdur, ona görə B olmaz. Hər iki sözdə ahəng qanunu pozulub deyəndə, bəli, hər ikisində pozulubdur. Ona görə bu artıq ortaq ola bilərmi? Yox, əstəğfurullah. Bəstəkarda ahəng qanunu pozulub, düzdür. Bəstəkar. Qalın da var, incə də var. Dövlətdir. Hə, ikincisində pozulmayıbdır. Çünki hamısı nədir? İncə sayətlərimizdir. Ona görə C-də olmaz. Yazılış və deyilişdə bir fərqli məqam var dediyimiz zaman bəstəkarda bir dənədir, dövlətlidə də bir dənədir. Artıq bu oxşardır. Cavabımız olacaq, bəli, D variantı. Daha sonra baxsaq, təsadüf, təsadüfi, təsadüfən sözlərinə də diqqət eləyək. Bu, hansı ki, bayaq biz tarix, tarixi, tarixən sözlərini dedik. Orada da yenə an, ən bizdəki uzanmanı aparacaq. Təsadüfdə ikinci hecada uzanma var. Təsadüfi sözündə də var. Amma təsadüfən an, ən qoşulduqdan sonra bunun uzanmasını itirdi. An, ən sözlərdəki uzanmanı itirir. Ona görə təsadüfən sadəcə ikinci hecamız vurğu qəbul edir. Uzanması yoxdur. Bunu yaddan çıxarmayın. Hər üçün uzun tələffüz olunan sait var hər üçündə. Bu yanlışdır. Hər üçündə səs artımı var deyirsə, bu yanlışdır. Hər üçündə yazılış və deyiliş fərqlənir deyirsə, heç birində fərqlənmir. Hər üçündə deməli, vurğu incə saitin üzərinə düşür deyirsə, təsadüf sözündə sona incəyə düşür. Təsadüfi sözündə yenə sona düşür, incəyə düşür. Təsadüfən də qalın saitə düşür. Vurğuları müxtəlif hecalardadır. Bəli, təsadüfdə 3-dədir, təsadüfdə 4-dədir, təsadüfən də 2-dədir. Ona görə oxşar cavabımız olacaq Y variantı. Tələffüz formasında verilən sözlərdən birinin yazılışı iki cür düşünülə bilər. Baxsaq, yazdır formasında. İndi baxın, tələffüz formasında deyir bizə. Burada nəyə diqqətli olacaqsınız? Bəzən şagirdlər qarışdırırlar. Deyirlər ki, müəllimə, məsələn, niyə ki, mənim sevdiyim fəsil yazdır da deyə bilirəm. Sən qardaşıma yazını yazdır da deyə bilirəm də. Nəyə görə mən bunu götürməyim ki? Ona görə ki, ağıllı balalar. Çünki bizə fikir versə tələffüsü verir, transkripsiyanı verir. Əgər mənim sevdiyim fəsil yazdır desəm, bunun tələffüsündə olacaqdır. Biz deyirik ki, şəxs sonluğu olan d-da r düşür. Yazdı olasıydı. Əgər tələffüsü belə veribdirsə, demək ki, yazdırmaq feilindən sadəcə söhbət gedir. Demək ki, bunun yazılışını iki cür düşünə bilmərik. Yarışdı formasında isə, bəli,
Bir var, bu gözəl yarışdır, olur yarışdı. Görürsünüz, bunu ısız veribdir. Bir də var, deyirəm ki, qəhrəmanlar yarışdı. Ona görə B variantını götürəcəyik. Niyə məsələn digərləri olmaz? Köçürdü sözündə, köçürdü də deyil, bunu burada qoysam, o köçürdü də desəm, yenə tələffüzü bu şəkildədir. Qarada da yoxdur. Qara bilirsiniz, homonim sözdür. Sahil bir də yer kürəsinin torpaqla örtülü hissəsi, yəni sahil, bir də rəng bildirir. Hər iki mənada da vurğu düşür ikinci hecaya. Yara sözündə də yenə sözümü yara çatdır da desəm, qolumda yara var da desəm, yenə bunun deyilişi bu formada olduğu üçün D variantı da olmaz. Yəni ki, yazılışları o eyni olduğu üçün olmaz. Əslində belə demək lazımdır. Sonra 24-ə baxırıq. 24-də deyir ki, bizə cədlik sözünün deməli fonetik təhlilinə aid deyil. Gəlin bunun tələffüzünü yazaq. Olacaq cəddik formasında deməli cəld niyə t oldu? Çünki özündən sonra bilirsiniz, samit gəldiyi zaman d t-yə çevrildi. B d gecə qaydasıdır. L d-yə çevrilir, sonra da xışdırıq olur. Deməli neçə fərqli məqamımız var burada? 1, 2 və 3 fərqli məqamımız var. Tələffüzündə 2 fərqli məqam var deyir. Xeyr, 3 fərqli məqam var. Ona görə bir aid deyil. Cingiltili və kar samitlərin sayı eyni deyil. C, L, D. Cingiltilidir, T, xışdırıq, kardır. Bəli, eyni deyil. Bu da düzgündür. Sonra bizdən yanlışı istəyir, elə deyilmi? Yanlışı istədiyi üçün biz bunu seçmərik. Sadəcə biri seçmişik. Samitlərdən ikisinin kar qarşılığı yoxdur deyir. Baxsaq, L-nın yoxdur. Yəni sadəcə birinin kar qarşılığı yoxdur. Ona görə 3 də səhvdir. Sonra Y səsinin kar qarşılığı xışdırıq var deyir. Bu düz fikirdir. Kar cingiltili samit cütlüyü işlənməyibdir. Xeyr, işlənibdir. Ona görə də cütlük deyirsə bilirsiniz ki, kar cingiltili qarşılıq nəzərdə tutulur. Ona görə cavab olacaqdır 1, 3 və 5. Daha sonra 25-ə baxırıq. Hansı sözlərdə sahitlərdən ikisi uzun tələffüz olunur deyir. Naməlum sözündə birinci heca və İkinci heca uzanır 1. Narahat sözündə sadəcə birinci heca uzanır. Nalayiq sözündə 1 və ikinci heca uzanır. 3-ü seçdik. Bidəvətnamə sözündə birinci heca və üçüncü heca uzanır. Yenə 4-ü seçdik. Nadinclik sözündə isə bir dənə uzanmamız var. Cavabımız olacaqdır 1, 3, 4 C variantı. 26-ya baxdıq. Azadlıq sözünə diqqət edirik. Olacaqdır azadlıq formasında D t-yə çevrilir. L d-yə çevrilir, qx-ya çevrilir dedik. Sayətlə başlayıb kar samitlə bitir deyirsə, bu doğru fikirdir, A-nı seçmirik. Kar samitlər cingiltili samitlərdən sadəcə çoxdur deyir. Baxsaq, z, d cingiltili samitdir, t, x kar samitdir, bərabərdir. Ona görə bu da olmaz. Səhv istəyirsə, zaten bizə cavabımız B variantıdır, yox. Tərəfdə 3 fərqli məqam var deyirsə, düzdür, vurğu, azadlıq, sonuncu hecaya düşür. Düzdür, morfonoloji prinsip pozulmayıb, düzdür. Bilirik ki, morfonoloji prinsip nədir? Uşaqlar, kök və şəkilçi arasında ahəng qanunun gözlənilməsi. Kökün son hecası ilə şəkilçinin hecasındakı saitin eyni ahəngdə davam etməsi morfonoloji hadisə sayılır. Həm şəkilçi ilə kök arasında əlaqəyə görə morfoloji hadisə, saitlərin qalın və yaxud da incə olaraq ahəngli davam etməsinə görə də fonoloji hadisə. Ona görə birlikdə olur morfonoloji hadisə. Tələffüzündə 3 fərqli məqam olan sözü göstərin. Məsələn, igidlik sözündə igid d t-ya, l d-ya, ç da xışdırğa çevrilir. Cavab elə A-dır. Bu niyə olmaz? Sənətkarlıqla olacaq. Kar hissəsində dəyişiklik yoxdur. L, r-ya, qx-ya, l-n-ya, bir dənə n artıq. Burada 4 fərqli məqamımız var, getdi. Qonaqlıq sözündə 2 fərqli məqam var. Nadinc sözündə bir dənə fərqli məqam var, sonda ç olur. İtaət hissəsində fərq yoxdur, kar hissəsində fərq yoxdur. Sadəcə l, r-ya, qx-ya 2 fərqli məqamımız var. Sonra baxırıq 28-ci sualımıza. Deyir, verilən fikirlərdən hansılar doğrudur? A-da deyir ki, bir hərf müxtəlif səsləri ifadə edə bilməz. Xeyr, bir hərf müxtəlif səsləri ifadə edə bilər. Məsələn, Q hərfi həm C səsini, həm K səsini, həm Ç səsini, həm Y səsini, həm xışdırıq səsini ifadə edə bilir. Ona görə də A variantımız yanlışdır. Riayət, qiraət kimi sözlərdə səs artımı müşahidə olunur. Yanlışdır. Bunlarda sadəcə uzanma var.
Kar samitlərinin yaranmasında səs telləri iştirak edir. Səhvdir, bu cingiltiliyə aiddir. Bir sözdə həm səs düşümü, həm də səs artımı ola bilər. Bəli, bu doğru fikirdir artıq. Mələk, fələk sözlərinə saitlə başlanan çəkici atıla çiyə əvəzləməsi baş verir. Xeyr, baş verir. Mələyin, fələyin. Bunlar istisnalar idi ki, ərəb fars mənşəli olsalar da çiyə əvəzləməsi baş verir demişdik. Sonra 29-da hansı sözlərin yazılışı düzgün, tələffüzü isə yanlış verilibdir? Baxsaq, diqqət eləsək, vaxtaşırı sözündə vaxt aşırı doğru verilib, tələffüzdə vaxt aşırı tırdıya çevrilməli idi. Bir, səhvdir. Bir, yəni qaydamıza uyur. Üstdəki. Bunun hər ikisi düzgün olduğu üçün bunu seçmirik. Təsadüfən sözündə ikinci hecada uzanma yoxdur. Bu düz olsa da bu səhvdir. 3-ü seçdik. Teleteatr sözündə hər ikisi doğrudur. Ona görə seçmirik. İtaətkarlıq sözündə isə deməli bu doğrudur. Amma itaətkarlıq bu doğrudur. Tələffüz forması yanlış verilibdir. Bəli, bu da yanlışdır. Çünki itaət, bəraət, şücaətdə y daxil olmur. Ona görə olacaqdır 1, 3 və 5. Sonra keçirik 30-cu sualımıza. Hansı sözün yazılışını iki cür düşünmək olar? Dostlar, dimdik, dimdik. Sadəcə vurğu fərqi var, yazılış fərqi yoxdur. Yazdır formasında. Əgər r ilə tələffüz olunursa, bayaq da demişdim. Bir dənə fe'ye kimi düşünürük. Bunda olmaz. Bilək, nəysə bilək. Bu da eyni formadadır. Qovaq, qovaq. Bu da eyni formadadır. Bu olacaq. Niyə? Bir var deyirəm ki, ədavətli. Tələffüz olur ədavətli. Bu sifət kimi. Bir də var deyirəm ki, ən pis xüsusiyyət bir-birindən ədavətdir. Tələffüzdə yenə r düşür olur ədavətli. Gördünüz, bunun yazılışını iki cür düşünə bildik. Sonra cədvələ əsasən uyğunluğu müəyyən edin. Yazılış, tələffüz və vurğu. Paralimpiya sözündə diqqət eləsək, bizə deyir ki, uyğun olsun, hamısı doğru olsun. Baxırıq, burada paralimpiya olmalıydı. Paralimpiya formasında paralimpiya piya formasında olmalıydı. Vurğu paralimpiya. Vurğu üçüncü hecaya düşür. Daha sonra paraşüt sözündə üdür. Pnevmoniya düzdür. Pnevmoniya deyilir. Pnevmoni üçüncü hecaya düşür. Bunun hamısı doğrudur. Sonra pilləkən yox, pilləkən yox, pilləkən. Pantomima yox, pantonima olmalıydı. Ona görə də nədir? Cavab C variantıdır. 32. Sərbəstdir. Uşaqlar, tələffüzdə necə olacaq? Sərbəstdi. Burada t düşür, l-dıya çevrilir. T düşür, l-dıya çevrildiyi üçün burada iki fərqli məqam olur. İki səs düşümü var deyirsə, iki səs düşümü yoxdur. Burada uyğun olmayan istədiyi üçün bizdən doğru yox. Sədə sərbəstdir. Əslində iki səs düşümü var, düzdür da, r da buradan düşürdü. Burada doğrudur. Bunu seçmirik. D səsinin kar qarşılığı işlənib. D-nin kar qarşılığı t-dır. T işlənməyib baxın. Burada da doğru veribdir. Ona görə də yanlış olmalıydı. Belə cavabımız B variantıdır. İki sonor səs var, bəli. Burada iki sonor, yox, iki sonor səs işlənib. Baxsaq. Sər, r, bir sonor səs işlənibdir. Zaten burada da yanlış verildiği için düzgün verilib. Kar cingiltili samit cütlüyü işlənibdir. Cütlük yoxdur, yanlış verildiği için düzdür. Müxtəlif sahitlərin iki müxtəlif məqamda oxşarlığı var deyirsə, bu da doğrudur. Məsələn, sərbəstdir. Müxtəlif sahitlərin iki müxtəlif məqamda oxşarlığı var deyir. Baxsaq, məsələn, bunu daha aydın yazım. Sərbəstdir. Müxtəlif sahitlərin, yəni ə və i sahitinin iki müxtəlif məqamda oxşarlığı var. Bəli, nədir? İkisi də incədir, ikisi də dodaqlanmayandır. Amma qapalılıq, açıqlıq baxımından yox, iki baxımdan oxşarı var, ona görə bu da doğrudur. Hansı sözlərdə səhv yazılma saitlə bağlıdır? Cəsusluq yox, casusluq. Burada elə saitlə bağlıdır. A olmalıydı. Daha sonra cah cəlal yox, cah calaldır. Burada da yenə saitlə bağlıdır. Təbaşir düzdür. Sonra supermarket düzdür. Şəhanə yox, şahanə olmalıydı.
Cavab olacaqdı 1, 2, 5. Sonra tələffüzdə olacaqdı necə? Gi, cid, deməli, gəniş formasında. İki kər sabit olduğu üçün C-yə çevrildi bir fərqli məqam. L-nın niyə çevrilməsi 2 fərqli məqam, Ç-nın xıştırıqa 3 fərqli məqamımız var. Sözdə kəmiyyət fərqi yoxdur deyir. Yəni, düşüm və artım yoxdur. Bəli, səs dəyişimi var, keyfiyyət fərqi var sadəcə. Ona görə biz biri buraya yaza bilərikmi? Bəli, yaza bilərik. Bizdən nə istəyir? Gecikənlik. Sözün fonetik təhlilinə əsasən klasteri tamamlayın. Kəmiyyət fərqi say fərqi deməkdir. Elə deyilmi? Baxsaq, mən yanlış yerimi oxudum. Hə, kəmiyyət fərqi yoxdur deyir. Zaten birdə bunu demir ki, mən bura biri niyə yazdım? Bəli, zaten bunu özü veribdir. Demək ki, doğrudur. Mən deyirəm, nəsə anlaşılmazlıq oldu. Birdə deyir, sözdə ş səsinin cingiltili qarşılığı işlənib. Ş-nın cingiltili qarşılığı j-dır. Burada j işlənməyib. Kər cingiltili samit cütlüyü işlənməyib deyir. Bəli, cütlüyü işlənməyibdir. Ona görə ikini seçə bilərik. Sonra, sözdə y səsinin cingiltili qarşılığı işlənib. Bu işlənibdir. Bu doğru fikirdir. Bax. Y-nın cingiltili nə? Y-nın cingiltili qarşılığı nədir? Bax, bu yanlış fikirdir. Əgər kər qarşılıq necə çaşdırır? Kər qarşılıq deyirsə, düz deməliydi. Amma Y zaten öz cingiltilidir. Bunun cingiltili qarşılığı nə deməkdir? Ona görə 3 səhv götürürük. Eyni hərf müxtəlif səsləri ifadə edir deyirsə, bəli, məsələn, gecikənlik. Məsələn, eyni hərf, baxsaq, eyni hərf, Q hərf, eyni hərflər burada hansılardır? Deməli, ki, cid, kən, nik. Müxtəlif səsləri deyir, ifadə edir. Bəli, bəli, bəli. Bax, bu Q hərfidir, düzdür, düzdür. Q hərfimizdə, bax, birində Q səsini ifadə edir, birində xıştırıq ifadə edir. Ona görə bəli, olacaqdır 2 və 4. Daha sonra, hərarət, ölçəm və həcmcə sözlərinin fonetik təhlilinə əsasən Eylevelin diaqramından doğru fikirləri göstərin. Deməli, tələffüzdə olacaq hərarət, ölçəm. Deyiş yazışda fərq yoxdur. Vurğu da düşür sonuncu hecaya. O birində olacaq həcmcə. Bir fərqli məqamı var. Həcmcə. Vurğu da düşür 2 hecanın üzərinə. Bizdən doğru fikirlərimizi istəyir. Deməli, yazışı deyişi fərqlənmir deyirsə, bu hərarət ölçənə aiddir, amma həcmcəyə aid deyil. Ona görə biri seçə bilərik. İncə, açıq dodaqlanmayan sait işlənib deyirsə, burada baxsaq, dodaqlanmayan, incə, açıq sait burada işlənib. Amma burada da işlənib. 2 bura yazılmalıydı deyə 2-ni seçmirik. 3-də deyir ki, vurğusu birinci hecadadır. Baxsaq, birində sonuncu hecadadır, birində birinci hecadadır. Bu da ortaq deyil. 4-ə baxırıq. Cingiltili qarşılığı olmayan samit işlənib deyir. Cingiltili qarşılığı olmayan samit h, hər ikisində işlənibdir. Bu doğru fikirdir. 4-ü də seçdik. Sonra 5-də deyir ki, tərkibində həm açıq, həm qapalı sait var. Baxsaq, bəli, həcmcə tələffüzünə baxırıq. Həm açıq, həm qapalı var. Amma hərarət ölçəndə qapalı yoxdur. Bununla görə, ona görə düzgün cavab seçə bilərik. 6-da isə sözdə cingiltili samitlər kəmiyyətcə çoxdur. Baxsaq, cımalı burada 3 dənədir. Burada da 1, 2, 3, 4 dənədir. Zaten kardan çoxdur. Hər ikisinə aid olmalıydı deyə seçmeli cavab olacaqdı 1, 4 və 5. Yəni A variantı. Baxaq 36-cı sualımıza. 36-cı sualımızda deyir ki, verilən tələffüz nümunəsinə əsasən doğru fikri müəyyən edin. Baxırıq. Hərarətli formasında deməli tələffüz nümunəsinə əsası. Ümumiyyətlə, bu sözdə belə görmüşük biz. Bir var deyirəm hərarətli, bir var deyirəm hərarətdir formasında. Burada r olanda
isim kimi olanda r düşür, yenə hərarətli olur. Burada da l-dıya çevrilir. Deməli, müxtəlif link hissəsi kimi düşünmək olmaz deyir. Birində sifət, birində isim kimi düşünmək olar. Ona görə də A variantımız yanlışdır. Daha sonra B-yə baxırıq. Əminliklə demək olar ki, sözdə l-dı əvəzlənməsi baş verib deyir. Bunun əminliklə deyəmirik, çünki bəlkə bu sözdən söhbət gedir. Ona görə bu yanlışdır. Sözün yazılışında 3 r hərfinin olduğunu dəqiq söyləmək olar. Dəqiq söyləyə də bilmirik bunda. Bəlkə bunu yazılıb bu səfərdə, bəlkə bundan söhbət gedir. Ona görə burada 3 r olardı da. Seçmirik. Söz iki fərqli şəkildə yazılsa da səs tərkibi sabitdir. Yəni ikisində də eyni formadadır demək istəyir. Bu doğrudur. 3 sonor səs işlənmişdir. Məsələn, burada 2-3 dənədir. Məsələn, burada baxsaq 3 sonor səs deyir. 1, 2 sonor səsdir zaten. Hər ikisinin tələffüzü eyni olduğuna görə yazılışa baxmırıq. Bu da yanlışdır. 37. Bunları sənin dosyana deyirəm cümləsində sözlərin fonetik təhlilinə aid olan fikirlərdir. Baxsaq, sözlərdən birində səs düşümü müşahidə edilir. Baxsaq, bəli, dosyana sözündə t düşür. Bütün sözlərdə ahəng qanunu gözlənilibdir deyir. Düzdür. Sözlərdən birində səs uzanması var. Yoxdur. Bütün sözlərdə vurğu son hecəyə düşür. Bunları sənə deyirəm dosyana. Burada ır indiki zamana düşür, sona düşmür. Ona görə bu da yanlışdır. Sözlərdən ikisindəki bütün samitlərdə səs telləri iştirak edir. Yəni, hamısı cingiltilidir demək istəyir. Səs telləri iştirak edən samitlər, dostlar, cingiltili samitlərdir. Yəni, ikisindəki bütün samitlərdə səs telləri iştirak edir, deyir. Baxsaq, bunları sözündə, bax, burada hamısı cingiltilidir. Sənədə s kərdir, dosyanada s kərdir, deyirəmdə də, bəli. Hamısı cingiltilidir. Ona görə bu da doğru fikirdə cavab olacaqdır. 1, 2, 5 var. 38. Ehtiramla. Uşaqlar, yadınızda demişdim ki, yəni, ehlə başlayanlarda t-dı əvəzləməsi baş vermir. Amma möhtərəm və möhtəşəm sözlərində möhlə başlayanlarda möhtərəm, möhtəşəm deyə tələffüz olunur. T-dıya çevrilir. Burada da yenə tələffüzdə veribdir, diqqət eləsəz. Baxın, bunu necə veribdir? Ehtiramla. Tələffüzdə olmalıydı. Ehtiramla formasında olmalıydı. Sadəcə l-lıya çevrilir. Bir dənə n artır lalədə. Lalə məmnən deyə tələffüz olunur. Demək ki, A səhvdir. Vurğusu sonuncu niyə? Burada d-ya çeviriblər çünki. Vurğu sonuncu hecaya düşür. Ehtiramla. Xeyr, sona düşmür. Bütün sonor səslər L, M, N, R hamısı işlənir. Məsələn, orada l yoxdur. Bax, tələffüzə baxırıq da biz səslərə aid bir qaydada. Sözün kökü fərqli tələffüz edilmir deyir. Ehtiram. Bəli, sözün kökü olduğu kimi qalıbdır. Elə cavabımız D variantıdır. Kəmiyyət fərqi olsa da keyfiyyət fərqi yoxdur. Keyfiyyət var. L-ın n-ya çevrilməsi, hərf dəyişimi varsa bu keyfiyyət fərqidir. Kəmiyyət fərqi isə burada n-nın birinin artması və yaxud da ki, hər hansı düşmə hadisəsi baş verərdisə olardı. Hazırlıq sözünün deyir, fonetik təhlilinə aid olan fikirləri müəyyən edin. Məsələn, bu sözdə yadda saxlayın ki, uzanma yoxdur. Olacaq hazırlıq formasında. Hazırlıq yox, hazırlıq. Sözün birinci hecəsində səs uzanması var, bu yanlışdır. Bizdən doğru fikirlər istəyir. Kar samitlə başlayıb cingiltili samitlə bitir. Yenə karla başlayıb karla bitir. Biz yazılışa yox, tələffüzə baxmalıyıq. Fərqli tələffüz yalnız leksik şəkilçidədir. Bəli, artıq doğru fikirdir. Çünki bu l hissəsində fərqli tələffüz var. Sözdə r və l. Sözdə axı l samiti artıq yoxdur, tələffüzə baxmalıyıq deyə l artıq r-ya çevrilibdir. Ona görə d-nı səhv sayırıq. Sözdə x səsinin cingiltili və x-nın cingiltili qarşılığı g-dır. Hani burada x? Ona görə Y variantında səhvdir. Vurğuya əsasən məntiqi ardıcılığı tamamlayın deyir. Baxsaq, diqqət eləsək, vurğu hardadır? Deməli, 2 və 3 olaraq gedir. Filtrli. Burada filtrli 2-yə düşür. Orbital 3-ə düşür. 2, 3 deyə davam etdirmək. İndi 2-yə düşəni axtarmalıyıq. Yox, əstəğfurullah. 2, 3, 4. İndi 4-ə düşəni axtarmalıyıq. Qaydaya görə belə verilir.
Ordenli də 1-ə düşür, oyaq 2-yə düşür, oyuncaq 3-ə düşür, ornament 3-ə düşür. Amma ovsunlamaq 4-ə düşür. Ona görə cavabımız olacaq B variantı. 2, 3, 4 deyə getdi vurğu. Hansı sözün tələffüzünə aid tələffüzünə əsasən aid olduğu nik hissəsini dəqiq söyləmək olmaz. Baxsaq, dadlı. Yenə dediyim kimi, bayaqçı ədalətli sözü kimi. Bu dadlı da olsa dad deyilir. Daddır da desək, isim də desək, ırı düşür deyə dadlı deyilir. Ona görə bunun nitq hissəsini dəqiq söyləmək olmaz da, yəni dəqiq deyəmirik ki, bu isimdir və ya sifətdir. Sonra, hansı sözün tələffüzünü iki cür düşünmək olmaz? Baxsaq, bax dostlar, bu onlar bizə yazarlar desəm, bir də var deyirəm, yazıçılar mənasında yazarlar. Yadda saxlayın, bunun birincisi olur yazarlar, ikincisi olur, boşa r olur burada. İkincisi olur, onlar bizə yazarlar formasında olur. Ona görə bunu iki cür düşünmək olur. Qatarlar, qatarlar, açarlar, açarlar, çaparlar, çaparlar olar. Amma bunun tərsi sadəcə oxşuyarlar, oxşuyar, hə də oxşuyarlar formasında olur. Oxşuyarlar olmur. Ona görə Y variantı olacaqdı bizim cavabımız. Sonra 43. Egoistcəsinə və ətliqanlı yazılışlarını dedim mən, tələffüzcə demədim. Fonetik təhlildə əsasən eyni element diaqramındakı doğru fikirlər. Demək ki, bunların tələffüzü belə olacaq. O idisə, o aya çevrilir, bir dənə y daxil olur. Egoist, s-t birləşməsində özündən sonra samit gəldiyi zaman t düşər. Sait gəldiyi zaman t-d əvəzləməsi baş verərdi. Burada c samiti gəldiyindən t düşdü. Egoistcəsinə. Bax, belə olacaq. Deməli, burada bir fərqli məqam O-nun A-ya çevrilməsi, Y-nin artırılması, T-nin düşməsi, 3 dənə fərqli məqamı var. Ətli qanlı isə olur ətli, bir fərqli məqam, bir də qanlı. Bir də L-nin N-yə 2 fərqli məqam. Yazılış deyişi fərqlənir. İkisi də fərqlənir də, bir bura yazılmalıydı, bu səhvdir. Bizdən doğru istəyir. Həm səs düşmə, həm səs artımı var. Baxsaq, egoistcəsinə səs artımı yoxdur, axı səs dəyişimi və səs düşümü var. Ona görə bu da səhvdir. Vurğusu sonuncu hecadadır. Egoistcəsinə. Üçüncü hecadadır. Kər qarşılığı olmayan samit işlənib deyirsə, egoistcəsinə kər qarşılığı olmayan samit bu var. Qanlı, bu da var. Hə, bu artıq ortaq fikir götürülə bilər. 4. Sonra 5-ə baxırıq. Eyni samitlər müxtəlif səslərə çevrilir. Ətli, qanlı, bəli, burada da l-dır, burada da l-dır. Birində d olur, birində n olur. Bu da düz fikirdir onun haqqında. Baxın, görün, bu 5 uyğundurmu egoistcəsinə sözlə? Eyni samitlərin, eyni səs, deməli, samitlərin müxtəlif səslərə çevrilməsi yox. Burada bir dənə çevrilmə varsa, o da onun aya çevrilməsi. Sonra altda isə sözdə cingiltili samitlər kəmiyyətcə çoxdur. Baxırıq, 1, 2, 3 dənə cingiltili, 3, 4 dənə cingiltili samit var. İndi bura baxıram. 1, 2, 3, 4 dənə də buradadır. Burada da çoxdur. Ona görə altda bura yazılmalıdır. Cavab olacaqdır. Baxsaq, düzgün istəyir də bizdən. Elə deyilmi? Egoistcəsinə də baxsaq, Q'dır, Y-dır cingiltili samit, C-dır, 4 dənədir, bir də N-dır sondakı. Burada 1, 2, 3, 4 dənədir. Kər samit 1, 2, 2 dənə də kər samit var. Burada da 1 dənə də kər samit var. 6 ortaq yazılmalıydı. 4, 5. Yazılış deyiş fərqlənir, bu ortaq yazılmalıydı. Həm səs düşümü, həm səs artımı var. Bu da yanlışdır. Vurğusu sonuncu hecadadır. Bu da 3-ə baxaq. Egoistcəsinə bu uyğun deyil. 4-ə baxdıq.
5-ə baxaq. Eyni samitlər müxtəlif səslərə çevrilir. 5-i dedik axı, yəni ora uyğundur. Bir ki, burada da eyni samitlər müxtəlif səslərə çevrilə bilir. Baxsaq, yox. 2-yə baxaq, həm səs düşmə, həm səs artımı var. Eqaiscəsinə sözündə diqqət eləyək. Eqaiscəsinə. Hə də, burada t düşür, y artır. Bəli, bəli, bu bura uyğundur. Ona görə olacaq 2, 4, 5 formasında. D variantı. Sonra baxırıq 44-cü sualımıza. Hansı cümlədə bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılmışdır? Yəni, düzgün yazı formasında yazılıb deyir. Baxsaq, məsələn, səhv olan sözləri çıxsaq, məsələn, olan bir atlaz köynək, yaraşan gül əndama. Burada hamısı düzdür. Sonra 2-də gümüşüm tunc oldu, zərziban bez, qəlb çıxır aldığım mal qoca. Qəlb çıxır, yəni saxta çıxır. Burada p yazılmalıydı. Savadlı gənclərin bəyazı olar, bayazı olar. Dəftərçə mənasında deyirsə, bu bəyaz yox, bayaz olur. Dedim, ey gül, niyə etdin məni zülfündə əsir? Dedi, divanə olan şəxsə gərəkdir zəncir. Bunun hamısı düzdür. Mədəniyyət uğrunda çalışmaq bir günlük, bir aylıq kompaniya deyil, daimi işdir. Kompaniya yox, kampaniya olmalıydı da, A yazdır burada, bilirsiniz. Ona görə də cavab olacaqdı 1 və 4. Yenə, yazarlar feilinin feili deyir. Bax, indi görürsünüz, fonetik xüsusiyyətlərlə bağlı səhv. Deməli, bunun tələffüzü belə olacaq. Yazarlar formasında feil deyirsə, yazarlar olsaydı isim olardı. Dil arxası və gen saytların ahəngi müşahidə olunur. Yəni, dil arxası qalın və açıq saytların. Bir düzdür, ona görə seçmirik. 2-də deyir, sözün 2 hecası samitlə bitir. Yazarlar. Bəli, heca da ahəng qanunu vurğudur, yazılış əsasında aparılır. Ona görə də deməli, bu düzdür. Sözün səs və hərf tərkibi kəmiyyətcə eyni, keyfiyyətcə fərqlidir. Baxsaq, bəli, kəmiyyətcə eynidir. Sadəcə keyfiyyətcə hərf dəyişimi var. Fərqlidir. Bu da olmaz. Söz yazarlar yox, yazarlar olur. 4 səhvdir. Kər qarşılığı olmayan samitlərin üçü də eyni samitdir. Baxsaq, l, r. Eyni deyil axı. Biri r-dır. Ona görə olacaqdı sadəcə 4 və 5. 46-ya baxaq. Hansı cümlələrdə bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılıb? Yenə də səhvləri çıxsaq, düşdükcə o istəkli səmtə nigahım, nigah baxışdı. Əflakə ucaldı o zaman şöyle-i ahım. Bunun hamısı düzgündür. Çocuk yazılıb. Bu əslində çocuk olmalıydı. Açılmamış bir dəfnədir. İnsan dövlət üçün bir xəzər. Dəfinə də əslində burada da iyi olmalıydı. Aha, ona görə bu olmaz. Gördü ayı, kətli çəkir zəhməti. Var əcəb asudə asan sənəti. Burada da hamısı düzdür. Nə işdir? Ey deməli, fələk mi yazılıb? Aha, ey fələk. Nə işdir? Yox, nə işdir olmalıydı. Burada r yazılmalıydı. Ona görə burada olacaqdı. 1 və 3. Çocuk hissəsi düzdür. Burada dəfinə olmalıydı. Sonra keçdik 47-yə. Altından deyir. Aha. 47-yə baxaq. Altına xətt çəkilmiş hansı heca 2 şəkilçidən ibarətdir? Baxsaq, barışdıq. Barış sözün kökü d, şüxudi qış şəxsonluğu 1. Alov sözün kökü alovlanma, alovlamaq deyə bir feil yoxdur deyə birbaşa landır. Qarşılaşmaq, bəli, mən səni qarşılayıram. Deməli, biz qarşılaşmış oluruq. Burada da 2 dənədir. Sonra məktublamaq deyə feil yoxdur, birbaşa laşdır. Qızardır deyəndə qızarmaq sözün kökü, qızarmaqdan qızartmaq indiki zaman. Bu da olar, cavab olacaqdır 1, 3 və 5. Sözlərdən səs dəyişmənin cəmiyyət ardıcılığını gözləməklə uyğunluğu müəyyən edin deyə. Tapdalanmaq sözünə baxsaq.
Deməli, tapdalamaq. Bu da bir dənə dıxıdır. Adekalon. A, D, K. İki dənə A, iki dənədir. Burada da cəld dik. Burada üç dənədir. İndi 1, 2, 3. Burada bir fərqli məqam. Burada 2, burada 3 fərqli məqam olanlardır. İndi bunları uyğunlaşdırmalıyıq. Asan səlisdə heç bir fərq yoxdur. A-nın heç birinə yazmadığımız üçün biz bu variantları çıxırıq. Manastır, tramplin. Deməli, burada da deməli, tramplin olmalıydı. Hərəsində burada o aya, burada da bundan sonra i. Ona görə B-ni yazırıq 1-ə. Sonra düşünmək. Burada m, burada xışdırıq. Heyfsilənmək. Burada m, burada xışdırıq. Yenə C-ni yazırıq 2-yə. Cah-calal, xətkeş. Kər və keşdə olmadığına görə bu da olmaz. Fəhimlə. Burada i-dir, nam-nəndir. 3 dənə. Ə düşür, nam-nəndir. Ona görə 3 dənə. Ona görə B, C-yi varmı? Var. Cavab D variantı. Şücaət, qiraət, riayət sözləri üçün ortaq cəhət. Heç birinin tərəfində Y iştirak etmir. Normalda bunlarda etmir, amma bunun özündə var deyə edir. Kər cəngitili samit cütlüyü işlənmişdir deyirsə, cütlük yoxdur heç birində. Daha sonra kər samitlər cəngitili samitlərdən çoxdur. Şıtı burada 2 dənədir, bir dənə cəngitilidir. Daha sonra 1, 2 dənə cəngitilidir, bir dənə kərdir. Hə, hamısına aid deyil bu. Səs usanması səs artımına səbəb olur. Səs usanması olur, amma səs artımı olmur. Uzun tələffüz olunma eyni hecadadır. Bəli, şücaətdə ikinci hecada, qiraətdə ikinci hecada, riayətdə ikinci hecada. Ona görə cavab yedir. Qışlamaq olur, qış tələffüzdə olacaq. Qış da maq formasında l-dıya, qı-xıya çevrilir. Tələffüzdə fərqli məqam yalnız qrammatik şəkilçidədir. Xeyr, leksik şəkilçidə də var, lalədə də var. Cingitili samitlə başlayır, cingitili samitlə bitir, xeyirkarla bitir. Sonur samitlə deyiliş zamanı dəyişmir. Yox, niyə ki, l dəyişir, axı d-ya çevrilir. Sahitlərin hamısı dodaqlanmayan açıqdır. Dodaqlanmayandır, amma qapalı da var içində. Bu da olmaz. Yazış və deyiş arasında 2 fərqli məqam var. Bəli, bu cavabımız Y variantıdır. Hələlik dostlar, bu qədər. İzahlarımız 1.50, daha sonra 50 və 100 istiqamətində gedəcək. Digər izahımızda görüşənə qədər hələlik.